Salam dəyərli izləyicilərim. Videonun əvvəlindən sizə demək istəyərdim ki, kanalıma abunə olun, like verin, kanalımız irəli getsin. Əslində videonu hazırladım, axırda yadıma düşdü ki, kanalın başlacığını deməmişdim. Biraz əsəbiyəm, biraz nervinliyəm. Hatta içimdə nə var onunla dedim, ben sizlə paylaşım, sizlə bölüşüm, siz də baxasınız ona. Zəhmət olmasa belə videoları irəli çəkin. Allah o 17 yaşında cavan uşağa da rəhmət eləsin, infarkt olana. İnfarkt olmaq elə-belə yerə olmur. Bir də deyim bunu. Hamısı var belə açıqlaması verirəm. Bana videoda baxın. Salam dəyərli izləyicilərim. Bu günləri sizə margarinlər barəsində danışacağım. Artıq təəssüflər olsun ki, bu günləri çox xoşa gəlməz bir xəbər aldım, faciə gördüm. İnternetdə qabağıma çıxdı ki, 17 yaşında uşağı infarkt vurubdu. 17 yaşında uşağı infarkt vurmağın səbəbi onun heç bir psixoloji, nə bilim, məktəb, bunlardan getmir söhbət. Hamısı gedir nədən? Qıdalandığımız məhsullardan. Mən indi sizə margarin göstərəcəm. Margarin Afrikada da margarinli. Fikir verin. Görürsünüz? Səsi küveşdi, daşdı. Yəni bunların hamısını insanlar götürürlər. Ən çox kətə satanlara demək istəyirəm. Bir dəqiqə ağzına tüklü dovşan sığmayan ekspertlər başlayacaqlar yazmağa. Amma reallıqdan danışaq. Kətə satanda bunları iyiləyəndə pasli vişni yağ ilənir. Götürürlər, yağdan döşüyürlər, lüboy yeməyin üstünə verirlər bir. İkincisi, Azərbaycanda satılan margarinlərdən danışaq. Tulçinkası idi. Biri, bəzi blogerlər çıxır, ad çəkmək istəmirəm. Real nətər var, elə danışaq da, nə? 5 qəpik pul verən kimi çıxırlar, nə bilim, bu Qazaxıstan yağıdır, bu nə bilim filan yerin yağıdır, bu filan yerin super bir yağıdır. Hamısı transjirdir. Hamısı, yəni cavan uşaqlara evdə alırsınız, belə margarinlərlə yemək pişirirsiniz. Kərəmdir, tulçinkasıdır, Qazaxıstan yağıdır. Yəni mən pula görə çıxıb bambıllıq eləyən blogerlərdən deyiləm. Mən nətər var, elə danışıram. Kimin xoşuna gəlir, baxsın videolarıma. Kimin xoşuna gəlmir, baxmasın videolarıma. Mən acı da olsa reallıqdan danışıram. Yəni, belə yağlarla yemək pişirirsiniz, hələ uşağa da lap yağlısını verirsiniz. Elə bir uşağın orqanizmini siz bəri başdan qocaldırsınız. Yəni, infarkt harda olardı? İnfarkt 50 yaşında kişilərdə, arvadlarda, nə fərqi yoxdur. 50-dən yuxarı olan adamlarda. Cavan uşaqlarda yox, məktəblilərdə yox. Bunların hamısına diqqət yetirməyiniz gərəkdir. Ya gedirsiniz, elə Hacı kəndi deyək, Gəncədən deyək, Hacı kəndə gedəndə, ay yağ, xamana, yağdan yaxır üstünə, yağ da öyle, margarindir. Elə bilin ki, uşağınıza bu margarini verəndə, elə bilin uşağınıza sigaret çəkdirirsiniz. Başa düşdünüz? Elə bil zəhər verirsiniz uşağınıza yeməyə, öz pulunuzla. Yəni, araşdırsaz mənsiz də, margarin deyilən bir şey təbiətdə, təbii olmayıbdır. Hamısı qidralaşdırılmış transjirlardır, astatkalardır, atxotlardır. Bunların da hamısını püfülüyürlər, ucuz cəmaata, hə, bunun içinə krasitil qatdılar, bunun içinə dadlılaşdırıcı qatdılar, bunun içinə onu qatdılar, bunu rafin elədilər, dazıdaraç elədilər, bel elədilər, hel elədilər. Axırda da bundan yeməklər pişir, ən çox da harda pişir, onu da bir də sizə qeyd edeyim. Şənli evləridir, nə bilim, o bisidir, bu bisidir. Elə bilirsiniz, slivişni yağdan sizə kərə yağından pişirib verirlər. Yoxsa tort mağazinlərdir, tortdan hazırlayanda elə bilirsiniz, kərə yağından hazırlanır. Heç nə, hamısı margarindən hazırlanır. Ha, ona görə də sasudlar, yəni damarlar zədələnir. Damar zədələndikcə, damarda balaca şeylər, treşinalar əmələ gəlir, yəni çatlar əmələ gəlir. Bizim orqanizmimiz, bədbaxt yetim orqanizmimiz də istəyir ki, o dağılmış, çatlamış damarları yamasın. Yamaya bilmir və damarlar çox həssas olurlar. Həssas olan momentdə də infarkt nədir? Damar partlayır, damar dağılır, damar cırılır, nə bilim, hansı dildə deyim ki, məni düzgün anlaya biləsiniz. Yəni, ona görə də istəyirsiniz belə pis çıxmasın. Bu kommentariya gələnlərdə də, videoma baxanlarda da, Agatan işçisi olmur, Agatan professor olsun. Yemək qıdanın, nə bilim, kralı olsun, başında tacla gəlsin doğulandan. Ona mən də izah eləyə bilərəm ki, bu yağları
bu yağları alıb evinizdə yemək olmaz. Ona görə ki, bu yağların hamısı ucuzlaşdırmaq üçün, yetim yesir yedizdirmək üçün, yəni belə bir şeylərdir. Belə yağlara nə qədər pul verəcəksiniz, o qədər də xəstəliklər olacaqdır. Uşaqlıqdan bu yağdan bişirirsiniz, karobkalarla. Mənim elə bir dənə dostum var, gedib bu margarinləri karobkalarla alıb evdə əridilmiş yağ kimi elə bilib. Əridilmiş yağ deyil. Əridilmiş yağ deyil. Bunların hamısı elə bilin ki, uşağınıza, özünüzə də sigareti çəkməsəz də sigaretdən gələn qədər zərər gəlir, ondan da pis gəlir. Orqanizminizin içində. Araşdırın, baxın, transjirlardır, transgenetikadır, bunun içində nə bilim, aldegidlərdir. Hamısı bunların heç bir içində 1 qram təbiiliyi yoxdur. Anlayırsınız nə demək istəyirəm? Ona görə mən indi sizə göstərəcəm, bu margarini qoyanda nə tər tüstülüyür, nə tər tüstü verir, nə tər yanır. Bunların hamısı təzədən gedib orqanizminizdə nə tər qalır. Bir də ki, gözəl insanlar gedib hardasa fast food yeyəndə görürsünüz, dədəmiz, babamız nədir? Margarinlə yaxılmış kətələr yeyibdi. Kətədir, normalni pişirdin, kətəni qoy geçsin. Xaman var, xamanla ver. 70 qəpiyə vermə, 1 manat 50 qəpiyə ver, xamanla cəmaət alsın. Normal yesin, qaymaqla, smetanla. Gedib margarindən döşüb, dadlaşdırıcıyla, illəşdiriciylə, bombadır deyib yeməklə, sabahçı günləri, bax, Allah uzaq eləsin. Bax, belə faciə, ona görə xəstəliklərin hamısı cavanlaşıbdır. Düzdür, indi deyəcəksiniz, videoda aqressiv danışıram, aqressiv danışmıram. Nətər var, bax, içimdən, mən içimdə nətərəm, üzümdə də eləyəm. O bəzi matışqa bloqerlər kimi bambıllıq eləməyi xoşlamıram. Gedib 5 manat pula görə çıxıb demirəm, bu nə bombadır. Nə bilim, onun kimi də videoda çəkmişdim. Red Bull barəsidir, nə bilim, bizondur, mizondur. Bunların hamısından çalışın, özünüzü qoruyun da, pisliyimi eləyirəm, ölüb görmama aparacam, görmə aparmayacam. Mən bu söhbətləri eləyirəm ki, biraz maarifli olsun cəmaət. Belə videolara irəli çəksinlər, belə videolara baxsınlar və lüboy ekspert gəlsin mənə desin ki, bunların hamısı təbiidir, bu zərəri yoxdur, xeyirlidir, həmən günü kanalımı silərəm. Onun ki, birinin duxu çatıb gəlib onu mənə sübut eləyə bilməz. Başa düşdünüz nə demək istəyirəm. İndi isə gözəl insanlar, siz mənə baxana qədər ona qədər abunə olun, like verin, kanalımız daha irəli getsin. Normal, maarifli videolar olsun. Ən azından cavanlar da, qocalar da, orta yaşlar da, valideynlər də, məktəb direktorlarına da söz deyirəm, müəllimlərə də deyirəm, bufetdə işləyənlərə də deyirəm. Uşaqları belə şeylərdən pişitdirib, belə, nə bilim, ponçikdir, monçikdir, bunların hamısından margarinlərdən qatıb cəmaatı zay eləməyin, xəstə nəsil böyütməyin. İndi isə mən sizə testləri göstərəcəm. Gözəl insanlar, baxın, bu yağdır, bax, həmən o dediyim, görürsünüz, nətər gəlib, basılır, dırt, pırt. Həmən o, lüboy margarin belədir, bir də təkrar eləyirəm. Deyənlər olacaq ki, bizim Azərbaycanda, Qazaxıstandan girdirmə yağı gətirib reklam eləyirlər siz. O girdirmə yağı alırsınız, hələ tərifləyirlər. Bir araşdırın, mənbəyi haradır, maslajırın zavod, Qazaxıstanda atxot yağları gətirib Azərbaycanda yedizdirirlər. Onu şey eləyin, biraz keyfiyyətli məhsul alın ki, keyfiyyətli məhsul alın. Pis məhsulları almayın ki, onu gətirib bir də sizə satmasınlar. Görsünlər ki, gətirdilər bu atxodu, bu cəmahat maariflidir. Necə deyim? Bu cəmahat elə qabağına qoyana, ağzına aparıb yiyən deyil. Başa düşür ki, mən belə keyfiyyətsiz məhsula pul vermirəm, dəli deyiləm. Gedin iş yağıdır. Nə bilim, lüboy, indiyənə kimi nətər olub? Dədələriniz, babalarımız nətər yaşayıblar? Margarinlə yaşayıblar. Mən sizə göstərəcəm, kəsirəm bunu. Kəsdik, tulladıq. İndi bunu qazın üstünə qoyacağım. Görün qazın üstündə bu nətər reaksiya verəcək. Baxın, gözəl insanlar, gözləyək görək, bax bu əriyəndə nətər olacaqdır. Əridirik. Məndə indi qaz deyil, elektradır. Amma yenə də. Ola bilsin də biraz yığdım, neynədim. Bax, köpüklənir. Fikir verirsiniz. Kameramanımız biraz da yaxından göstərsə görəcəyik, qaraltılar var. Hələ qoy tam qızmır. Qoyun biraz qızsın. Bax, görürsünüz, karışniviləşmə gedir. Azmaz. Baxın, bax, burasına baxın. Baxın, görün, nətər tüstülüyor. Tüstünü görürsünüz siz. Bax, budur. Bax, margarin budur. Tüstüləşir. Qırağa axmasını göstərmək istəyirəm sizə.
Bu yağda, belə yağlarda yemək pişirib, özünüzü zəhərləmək, özünüzə, necə deyim, xəstəliklər yaratmaq olmaz. Görürsünüz, yağ nətər qaraldı. Nə qoydu bax keçdi ki? Qapqara oldu. Ya da hər millətin özünün şeyi var. Nədir ona da? Ağız dadı var. Bizim Azərbaycanda da ağız dadı bizi örgəşiblər. Sarı olsun, bomba olsun. Bax. Sarı köfdən pitiliyirlər belə yağların içinə. Biz də baxıb deyirik ki, na bombadır. Belə şeylər olmasın deyən, biraz diqqətli olun. Özünüzü şeyləməyin, ala. Özü, bax gör, nə pis ilə, kameramanın da ağzı nə idi ki, nə pis leş iyi veririk. Plasmasdır bunun hamısı, bax plasmas iyi. Bunu yalandan öz evlatlarınıza özünüz yiyib, xəstələndirməyin özünüzü. Özünüzə əziyyət verməyin. Danışdığım tərz budur, bax belə danışıram. Mən heç kimə panika yaratmıram. Fakt olanı deyirəm, prosta hatalanıram, nervlənirəm ki, 17 yaşında gənc bax belə fuflonu gətirib Azərbaycanda satıb cəmaata yedizdirənlərə görədir. Bunların da günahı var. Mən də inanıram ki, heç olmasa mənim bir dənə bu videom ən azından bir nəfəri ayıldacaqdır, bir nəfər öz evladına, öz ailəsinə belə yeməklər yedizdirməyəcəkdir. Hə, gözəl insanlar. Göstərdim sizə nətər yandı, nətər iyləndi. Çox söhbət eləsək, tərkiblərindən də oxusam sizə. Tərkibində ancaq palma yağıdır, başqa hidralanmış yağlardır. Bu yağlardan, belə yağlardan istifadə eləməkdənsə da, özünüzə zəhər gətirməkdənsə da, bunu bütün o opşipit işlədənlərə də deyirəm, restoran işlədənə də deyirəm, kafe işlədənə də, nə bilim, dönər satana da, yalandan o kətə satanlara da demək istəyirəm, kutab satanlara da demək istəyirəm. Cəmaatı yalandan zəhərləyib, bunu belə-belə üstünə yapmalamayın. Onu demək istəyirəm. Vallahi nervləndim. Mən də tez əsəbimdən çıxan insanam. Bir də ki, ən çox da nervləndiyim nədir? Çalışırsan öz xalqına, öz millətinə, dilini başa düşənə də. Mən paxıllığım tutur. Başqa ölkələrdə bunların hamısı var. Başqa ölkələrdə izah eləyirlər, maarifli olurlar cəmaat. Cəmaat gedib pis mallara pulunu vermir. Bizdə mən göz açmaq istəyirəm, nəsə demək istəyirəm. Sən kimsən? Sən hansı qidasan? Qidanın böyüyünü gətir, izah eləyim ona ki, bu yoxdur. Onu demək istəyirəm. Yəni o sizə deyirəm, kətə satan, kutab satan, cəmaatı belə yağları üstünə yaxmalayıb verməyin. 5 qəpik artığına satın, gətirin üstünə nə bilim, şor qoyun, pendir qoyun, belə şeylər qoyun. Adicə internetdə qabağıma çıxır ki, falan məhsulları biz satırıq. Baxın, sliviçli kərə yağı. Dalını açırsan, oxuyursan, Azərbaycan elə marketlərdə deyim. Gedin yazılıb, Belaruskaya masla, nə bilim, falan maska. Özdəki cəmaatın başını nə ilə anladılar? Bilirlər ki, Azərbaycan millətinin kim nə deyir desin, psixologiyasındadır ki, Rusiyadan gedib aldığın məhsul bomba olacaqdır, Rus məhsulu bomba olacaqdır. Ona görə də o adından istifadə edirlər, hər yerinə Rus dilində yazırlar. Dalına açsan Masazır Mehdiyabad, Sumqayıt Pramuşlinna zona. Burasında da altına da tıqqılı yazılır ki, palma yağı izləri ola bilər. Bu nə deməkdir? Yəni ki, qanun çərçivəsində bunlar məsuliyyəti öz üstlərindən götürürlər. Başa düşdünüz nə demək istəyirəm? Bunların hamısını izah eləməyi mən bir Azərbaycan vətəndaşı kimi, bir vətəndaş kimi, vətəndaş mövqeyi olan bir insan kimi özümə boş bilirəm. Kim istəyir qəbul eləsin, kim istəmir qəbul eləməsin. Yəni heç kimə olmaz belə nətər deyim, ay cəmaat, alıb bir dənə gəncimiz bu günləri getdisə da, Allah rəhmət eləsin. 17 yaşında uşaq infarkt olub öləsi deyil. Bunun hamısı qidadandır. Bu da nakapitelli xarakterdir, yığımcıllıqdandır. Uşaqlıqdan belə yağlardan alırsınız, istifadə edirsiniz, heç nə olmadı, bir-birinizə tərifləyirsiniz, gör nə qəşəng yiyələnir, nə gözəl dadı var, bəh, eləyirsiniz. Belə şeylər eləyəndən sonra sabahsı günləri birinin döş xərçəngi olur, nə bilim, bağırsaq xərçəngi olur, ondan olur, bundan olur, bu onkologiyası, o onkologiyası, damar partlayır, başında bu əmələ gəlir. Bunların hamısı yediyimiz məhsullardandır. Düzdür, bəlkə bugünkü videom biraz emosionaldır. Nəyə görə onu da sizə izah eləmək istəyirəm. Əgər bu videoma baxırsınızsa da davam eləyirsiniz baxmağa. Emosionaldır ona görə ki, mənə ləzzət eləmir. Gedib belə mundar məhsulları gətirib cəmaata satanda, mundar məhsullardan da cavan Azərbaycanlı uşaqları, cavan, nə bilim, cəmaat qırılanda xoşuma gəlmir. Cəmaata da məsləhətim nədir? Tövsiyəm odur. Nə gedib spiret yağlarından, nə bilim, margarin yağlarından alıb yemək pişirməyin. Mənim subyektiv fikrimdir. Çox istədiyim insanlara tövsiyə eləmirəm. Mən də Azərbaycanımı, xalqımı sevən oğlanam. Çox istəyirəm Azərbaycanımı. Ona görə də öz yaxınlarıma, hər bir Azərbaycanlı özümə yaxın biri bilirəm.
Ona görə deyirəm ki, mən tövsiyə eləmirəm öz yaxınlarıma. Mənim subyektiv fikrimdir. Bir dəqiqə orada oturanlar var, bu fuflomanları istifadə edənlər. Mən həmişə nəyə görə deyirəm subyektiv fikrim? Onun üçün povod axtarırlar bir yerdə ki, buna nətər eləyişək. Oturma bayaqları adını yenə də çəkməyəcəm. Azərbaycanda ən böyük supermarketlərdən olan biri də mənə mesaj yazırdı ki, bunu niyə belə eləyirsən? Belə şeylər gəlirlər. Bilirsiniz nəyə görə? Ona görə ki, mən sovestim, vicdanım təmizdir. Mən 5 manata görə, 100 manata görə, 1000 manata görə, 5000, 10.000 dollara görə bambıllıq eləyib nəyisə reklam eləmirəm. Bir dənə heç kim də gəlib deyə bilməz ki, ona görə oldu. Nəysə də даже reklam eləyəsi olsam, o şeyi mən özümə tövsiyə bilərəmsə də, baxaram ki, ya superdir, ondan sonra mən onu reklam eləyərəm. Amma belə durub matişka kimi 5 manat pula görə bambıllıq eləmirəm. Hamınızı öpürəm. Nadiyus bu videoma baxdınız, nəsə anlayacaqsınız nəyə görə belə əsəbləşmişəm, nəyə görə belə emosional danışıram. Əgər hardasa nəsə çox emosional oldumsa, yenə də üzrlü sayın. Amma yəni bunu bəlkə dedim belə bir tanajda, belə bir bax bir dəqiqə mən içimdə nə yaşayıram, onu sizlə bölüşürəm. Mən içimdə yaşadığımı bir dəqiqə bax içim qaynayır ona görə ki, belə şeyə görə bölüşəndə, paylaşanda sizə deyəndə bəlkə siz də məni anlayasınız. Ona görə kanala abunə də olun, like da verin, belə kanallar irəli getsin. Tək mənim kanalım olmasın, başqa faydalı kanallar. Marmatışkiyə dəstək olanlara mən sözüm yoxdur valla. Ona görə hamınızı öpürəm, bağırma basıram. Kanala abunə olun, irəli çəkin. Bu videonu paylaşın, bu qoyun məşhur olsun. Görürsünüz, biraz yavaş-yavaş qazlandıqca videolar. Oradan buradan yazırlar ki, nəyə görə yazırlar? O xeyir eləmir. O videonu sil, bu video elə bilirsiniz azma yazırlar onları. Nəysə, sözüm onda deyil. Hamınızı öpürəm, bağırma basıram, dəyərli izləyicilərim. Kanalıma abunə olun, irəli çəkin.